Dördüncü məsələ. Nafilə orucunu pozmaq olar yoxsa yox? Bu surəti kim necə başa düşür? Pozmaq deyəndə nə qəsd edilir? Yəni, yox, səfər olmasın. Muqimsən, yerlisən. Fərz orucunda necədir? Sən girmisənsə oruca poza bilərsən yoxsa yox? Yox. Tamamlamalısan, axşama qədər pozsan, günahdır. Vacibdir ki, gözləyəsən axşama. Bu fərz oruclarında bu cürdür. Nafilə oruclarında belədir yoxsa yox? Burada alimlərin iki görüşü var. Bir qrup alimlər deyiblər ki, tamamlanmalıdır, vacibdir. Pozmaq olmaz, qardaş. Girmisən və salam. Girmisən oruca. Axşama qədər tamamlamalısan. Bu, Əbu Hanifənin və İmam Məlikin görüşüdür. Bir qrup alimlər də deyiblər ki, tamamlamaya bilərsən. Aça bilərsən orucu, problem yoxdur. Vacib deyil tamamlayasan. Nafilə orucu tuturam. Günorta açdın. Problem yoxdur deyiblər. Tamamlamaq vacib deyil. Birincilər deyiblər ki, tamamlamaq vacibdir. Bunlar deyiblər ki, vacib deyil. Bu, İmam Şafinin və İmam Əhmədin görüşüdür. İmam Şafinin və İmam Əhmədin görüşüdür. Racih olan da budur. Hansı? Yox, aça bilərsən. Yadda saxlayın. Nafilə oruclarını açmaq icazəlidir. Problem yoxdur. Tamamlamaq vacib deyil. Neçənci məsələ idi? 4.